Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 5 oktyabr 2025 tarixində 9-cu siniflər üçün buraxılış imtahanı üçün keçirilmiş olan sınaq 1-in izahını paylaşacağam. 57-ci sualda deyir ki, məxrəci 80 olan və 0,2 və 0,25 kəsirlər arasında yerləşən adi kəsirlərin sayını tapın. Gəlin baxaq, 0,2-ni biz 10-da 2 şəklində yaza bilərik. 0,125-i isə %25 kimi yaza bilərik. Bunları ixtisar edəsək, bu 5-də 1 deməkdir, bu da 4-də 1 deməkdir. Bizə məxrəci 80 olsun deyir axı. Gəlin bunların məxrəcini 80-a gətirək. 5-i 80-a gətirmək üçün 16-ya vurmalıyam. Sürət məxrəci 16-ya vururam. 4-ə 80-a gətirmək üçün sürət məxrəci 20-yə vururam. Bu eləyir 80-da 16, bu eləyir 80-da 20. İndi gəlin baxaq. 80-da 16 ilə 80-da 20 arasında hansı kəsirlər yerləşir? 80-da 17, 80-da 18, 80-da 19 kəsirləri yerləşir. Deməli, 3 dənə kəsir var. Doğru cavab B variantı. 58-də aşağıdakı ədədlərdən hansı 9-a qalıqsız bölünür? 9-a bölünmənin qaydası rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Bizə verilən buradakı ədədlərin rəqəmləri cəminə gəlin baxaq. 9 üstə gəl 8, 17, üstünə 7 gələndə 24. 24 9-a bölünmür, deməli bu ədəddə 9-a bölünmür. 6 üstə gəl 5, 11, üstünə 1 gəlsək 15. 15 9-a bölünmədiyinə görə bu ədəddə 9-a bölünmür. 8 üstə gəl 7, 15, üstünə 6 gəlsə 21. 21 9-a bölünmədiyinə görə bu ədəddə 9-a bölünmür. 5 üstə gəl 4, 9, üstünə 3 gəlsək 12. 12 9-a bölünmədiyinə görə bu ədəddə 9-a bölünmür. 7 üstə gəl 6, 13, üstünə 5 gəlsək 18. 18 9-a bölündüyünə görə bu ədəddə 9-a bölünür. Doğru cavab C variantı. 59. A çoxluğu üçün aşağıdakılardan hansı doğrudur? A çoxluğunu, bax bu işarə tamamlayıcı deməkdir. Yəni A çoxluğunu A çoxluğuna tamamlayan elementləri axtarırıq. Elə A çoxluğu A çoxluğuna bərabərdir də. Yəni A çoxluğu elementləri eynidir. Yəni burada tamamlayan elementlər yoxdur. Ona görə də deməli doğru cavabımız boş çoxluq olacaq. Yəni bu doğrudur. A-nın A-la kəsişməsi elə A çoxluğunun özünü verəcək, ona görə bu səhvdir. A-nın A-la birləşməsi elə A çoxluğunun özünü verəcək, deməli bu da səhvdir. A-nın boş çoxluğunla kəsişməsi bizə boş çoxluq verməlidir, çünki boş çoxluqda heç bir element yoxdur, heç bir ortaq kəsişmə elementləri ola bilməz. A-nın boş çoxluğunla birləşməsi isə bizə A çoxluğunu verməlidir, ona görə bu da səhvdir. 60-da şəkil eyni ölçülü kvadratlardan ibarətdir. Şəklin hansı hissəsi rənglənmişdir? Gəlin baxaq. Neçə dənə burada kvadrat var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə burada var. 1, 2, 3, 4, 5, 6. 6 dənə də burada. Deməli 6 vur 8, cəmi 48 dənə burada kvadrat var. Bəs rənglənən neçə dənə kvadratdır? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənəsi rənglənir. 48-də 8. İxtisar edəsək 6-da 1. Doğru cavab A variantı. Baxaq növbəti 61. 61-də deyir ki, A və B qarşılıqlı sadə ədədlər olarsa, A və B ədədlərinin ortaq olmayan sadə qruplarının hasili aşağıdakılardan hansına bərabərdir? A və B qarşılıqlı sadə ədədlərdir. Yəni onların birdən başqa ortaq bölənləri yoxdur. Yəni bütün bölənləri fərqli ədədlərdir. Ortaq olmayan sadə qruplarının hasili, yəni C, onların bir-birindən fərqli elementlərinin hasili deməkdir də. A ilə B onsuz da qarşılıqlı sadə ədəddir. Yəni heç bir ortaq elementi yoxdur birdən başqa. Deməli onda onun ortaq olmayan sadə qruplarının hasili ilə onların özlərinin hasilinə bərabər olacaq. Doğru cavab E variantı. 62-də elementlərinin kəsişməsinin elementlərin sayı. Gəlin kəsişdirək. Bax, kəsişmədə A olacaq. Görürsünüz, hər ikisində var. B olmayacaq. C hər ikisində var. E hər ikisində var. F də burada var. F də hər ikisində var. İndi neçə dənə orada? 4 dənə ortaq elementi var. Daha doğrusu kəsişməsinin elementlərin sayı 4 dənədir. Yəni 4 dənə ortaq elementi var. 63-də 280 ədədinin müxtəlif sadə qruplarının sayı. 280-i gəlin sadə qruplarına ayıraq. 140, 2 dəfə 70, 2 dəfə 35, 5 dəfə 7, 7. Müxtəlif sadə qruplar dediyinə görə ancaq müxtəlifləri sayırıq. 1 dənə, 2 dənə, 3 dənə. Doğru cavab D variantı. 64-də
Əçob 42-48 vurulsun. Əbob 42-48 vurulsun. Belə deyək də, x buradan nəyə bərabərdir? Əçob 42-48-in əbob 42-48-ə nisbətinə. Burada 42 ilə 48-in əçobunu tapıb, əbobunu tapıb bölə də bilərsiniz. Amma biz bilirik ki, əçob AB-nin əbob AB-yə nisbəti C-yə bərabərdir. C nədir? Onun ortaq olmayan sadə vurğularının hasili deməkdir. 42-ni sadə vurğulara ayırıram. 48-i sadə vurğularına ayırıram. Və ortaq olmayanları seçirəm. Bunlar ortaqdır. Bunlar da ortaqdır. Aha, yerdə qalanlar ortaq deyil. Bir dənə 7 burada ortaq deyil. 3 dənə də 2. 3 dənə 2-nin hasili 8-dir. 8 vur 7, 56. Doğru cavab A variantı. Baxaq növbəti səhifəyə. 65-də diaqramda verilmiş B çoxluğunun elementlərindən neçəsi A çoxluğuna daxil deyil? Bax, bunlar da A çoxluğuna daxil olmayanlar. Çünki bu B çoxluğunun bu hissəsi elə A çoxluğuna da daxildir. Daxil olmayanlar 8-dən 9-dur. 2 dənəsi daxil deyil. Sonra 66-da bu kəsirini dövrü sonsuz onluq kəsir şəklində göstərən sonsuz dövrü onluq kəsir 13-ü bölək 30-a da 0,130-un içində 13 4 dəfə 120, çıxanda 10, 100-ün içində 33 dəfə 90, çıxanda yenə 10, yenə 100-ün içində 3 dəfə. Deməli 3 nə edir? Dövr edir. 0,4 dövrdə 3. Doğru cavab B variantı. 67-də bu iki rəqəmli ədədi üçün bunu hesabla deyir. AB-ni mərtəbə doğulanların cəmi kimi 10A üstəgəl B kimi yaza bilərəm. Burada da 3A üstəgəl 3B. 3A keçir 10A'nın yanına, keçəndə təbii ki işarəsini dəyişir. B də keçir 3B'nin yanına, keçəndə təbii ki işarəsini dəyişir. 10A'dan 3A çıxanda 7A, 3B'dən B çıxanda 2B. B-ni tapın deyir bizə, eləmi? 2 rəqəmli ədəddir. Deməli, burada B 7-dir, A isə 2-dir. Biri o birisinin qabağındakidir, o birisi bu birisinin qabağındakinə bərabər olur. Bizdən B-ni soruşduğuna görə B 7-yə bərabərdir. Doğru cavab C variantı. 68. A çoxluğu 168 ədədinin natural bölənləri çoxluğu olarsa, aşağıdakı ədədlərdən hansı A çoxluğunun elementi deyil? Deməli, A çoxluğunun içərisindəki bütün ədədlər 168-in bölənləridir. Yəni 168-i həmin ədədə bölünməlidir. İndi görək 168 bu variantlardan hansına bölünmür? 168-i 28-ə bölsək, 168-i 28-ə bölsək, görək tam bölünür, ixtisar eləyək, 14 dəfə 2 ixtisar elədim, 84, deməli, bu da 14-ə bölünür də elə 6 dəfə, bu bölündü, 28 deməli bunun bölənidir, 24-ü yoxlayaq, bölürəm 12, bunu bölürəm 84, bu da 7 dəfə, aha, bu da tam bölündü. 168 21-ə də tam bölünür, 8 dəfə düşür. Deməli 21 də bölənidir. 18-ə bölək. 18-ə böləndə bunu 2 ixtisarında 84, bunu 2 ixtisarında 9. 84 9-a tam bölünmür. Deməli bu 168-in böləni deyil. Belə D variantı doğru cavab. Sonra 69. 160 ədədinin 0,35 hissəsini tapın. Nə edirik? Ədədin hissəsini tapanda ədəd hissə göstərilən ədədə vurulur. 0-ı bununla atsaq 3,5-i 16-ya vurmalıyıq. 16-nı 35-ə vuranda 3 dəfə, deməli 8, 18, 1 yadda 4, 0, 6, 560. 3,5-ə vurdum axı, 1 virgül atıram və 56 olur doğru cavab. D variantı. 70. Aşağıdakı hasillərdən hansı mürəkkəb ədədin sadə vurğulara ayrılışır? Sadə vurğuların ayrılışının içində heç bir mürəkkəb ədəd iştirak edə bilməz. İndi baxaq. 15 mürəkkəb ədəddir. Olmaz. Sadə vurğulara ayrılışın içində mürəkkəb ədəd olmaz. 9 mürəkkəb ədəddə olmaz. 9 mürəkkəb ədəddə olmaz. 9 mürəkkəb ədəddə olmaz. Burada isə 3 ədədin 3-ü də sadə ədəd olduğuna görə E variantı deməli sadə vurğulara ayrılışdır. 71-də N-A birləşir B-nin gəlin düsturunu yazaq. N-A üstəgəl N-B çıxılsın N-A kəsişir B. Qiymətlərini hesablayaq. A-nın elementlərin sayını verib 7, B-nin elementlərin sayını verib 5, kəsişmənin sayını verib 2. Deməli 12 çıx 2 cavab eləyəcək 10. Doğru cavab B variantı.
Növbəti 72-də 52 və 65 ədədlərinin ən kiçik ortaq bölünənini tapın. Yəni, əkobunu tapacağıq 52 və 65-in. 52-ni vuruqlara ayırsaq 2 dəfə 26, 2 dəfə 13, 13, 1 dəfə. 65-i vuruqlara ayırsaq 5 dəfə 13, 13, 1. Əkob istəyir də böyüyünü götürürəm, 65-i götürürəm. 65-in içində olmayanlar 2 dənə 2-dir. Vururam 4-ə. 0, 2 yadda 24, 260 olur. Deməli, bu ədədlərin əkobu. Baxaq növbəti səhifəyə. 73-də A, B-nin ad çoxluğudur. Yəni, nə deməkdir? A, B-nin içindədir. A çoxluğu, B çoxluğunun daxilində yerləşir. Bütün elementləri B çoxluğunda var. A-nın 4 dənə elementi var sayı. B-nin A-dan fərqli 3 dənə elementi var. Yəni, bu kənarda 3 dənə element var. B-nin elementlərinin sayını istəyir. Təbii ki, nə olacaq? Bunların cəmidə. Çünki A-da B-nin içində daxil. 3 + 4, 7 dənə B-nin elementi var. 74 ifadəsinin qiymətini hesablayın. 13,5 nədir burada? Ortaqdır. Mörtəzə xaricinə çıxartsam 9,7 çıxılsın 5,7. Bu da eləyir 13,5 vurulsun. 9,7-dən 5,7 çıxanda 4 eləyir. 4-ə vururam. 0, 2 yadda 12, 14, 1 yadda 5. Bir dənə vergül olduğuna görə 0-ın birini atıram. Və cavab eləyir 54. Növbəti 75-də ifadənin qiymətini hesablayın. 2 bölünsün, 1-dən 2-də 1 çıxanda 2-də 1. 3 bölünsün, 1-dən 3-də 1 çıxanda 3-də 2 qalır. Vurulsun, 4 bölünsün, 1-dən 4-də 1 çıxanda 4-də 3 qalır. İndi bu 2 qalxır sürətə. 2 vur 2, 4. Bu 3 qalxır sürətə. 3 vur 3, 9. Böl 2. Burada da 2 də var axı. Bu 4 qalxır sürətə. 4 vur 4, 16. Böl 3. Aha, bununla bu ixtisar gedir 2 qalır. 9-la da 3 ixtisar gedir 3 qalır. Deməli 6 vur 16 eləyəcək cavab 96. 76-da A böl B bərabərdir C qalıq 5. Deməli A-nı B-yə böləndə qismətdə C qalıqda 5. C-ni 3-ə böləndə qismətdə 2 qalıqda 1 alarsa A-nın ala biləcəyi ən kiçik qiyməti tapın. Deməli gəlin bunu hesablayaq. C neçə olacaq? C 2 vur 3, üstə gəl 1-dir də. 6, 7-dir C-nin qiyməti deməli. Ona gəlirəm, bura 7 qoyuram. Gəl, bura 7 qoyuram. 7-ni C-nin A-nın ala biləcəyi ən kiçik qiyməti istədiyinə görə mən çalışıram ki, bura ən kiçik qiymət verim ki, A ən kiçik qiymət alsın. Ən kiçik nə verə bilərəm? Əgər mənim qalığım 5-dirsə, deməli, burada qalan bölən qalıqdan həmişə böyük olmalı. Bölən deməli onda ən kiçik 6 oldu. Yəni qalıqdan 1 vahid çox götürdüm də. Əslində çox götürə bilərəm. 7 götürə bilərəm, 8 götürə. Qalıqdan böyük istənilən rəqəm götürə bilərəm böləni. Amma bizə ən kiçik A-nın qiymətini istədiyinə görə B-yə çalışıram ki, ən az qiymət verim. O da 6-dır. Onda A-nı tapanda 7 vur 6 üstə gəl 5. 7-ni 6-ya 42, üstünə də 5 gələndə 47 olur bizim A-nın ən kiçik qiyməti. Növbəti Elvin yolun 0,7 hissəsində maşınla, qalan 1,5 kilometrlik yolu isə piyada getdi. Elvinin getdiyi yol neçə kilometrdir? Elvin yolun 0,7 hissəsini gedibdi maşınla. Qalan 1,5 kilometrlik yolu. Deməli, 0,7 hissəsini gedibsə, qalan hissə nə qədərdir? 0,3 hissədə 1-dən çıxıram. Bu deməli qalıbdır. İndi qalan hissə 1,5 kilometrə bərabərdir. Yəni, deməli, bu yolun uzunluğu nə qədər imiş ki, onun 0,3 hissəsi 1,5-ə bərabər olubdur. Böl 100 yox deyə faiz tapdım. Deməli, 0,3 hissəsi 1,5-ə bərabər olubdur. X-i tapmaq üçün 1,5-i bölürük 0,3-ə. Vergülləri atırıq, 15-i 3-ə böləndə edir 5. Deməli, bu yolun uzunluğu 5 kilometrdir. Baxaq növbəti 78-ə. Cədvəldə verilmiş kəsirlərin hasilini tapın. Gəlin bu kəsirləri yazaq. Tam hissəsi 0-dır. Dövrə qədərki rəqəm 2-dir. Dövr edən rəqəm 6. Bu bir kəsirimiz. Gəlin bunu çevirək. Dövrü çevirmək üçün dövrdəki rəqəmlərin sayı qədər 9. Vergüllə dövrdəki rəqəmin sayı qədər 0 yazıram məxrəcdə. Sürətdə isə bu 26-dan çıxıram bu qarşıda duran 2-ni. Və qalır 90-da 24. Bu bir kəsirimiz. İkinci, tam hissə 1-dir.
Dövrə qədərki rəqəm yoxdur. Dövr edən rəqəm də 21-dir. Bax, yazdıq. Deməli, 1 tam dövrdəki rəqəmlərin sayı qədər məxrəcə 9, sürətdə isə dövr edən rəqəmi yazırıq, 21-i. Nə istəyir bunlar? Hasilini istəyir. Bunu ixtisar eləsək 3-ə. 33 burada qalır. 7 də burada. 1 tam 33-də 7. Bunu çevirsək düzgün olmayan kəsrə 33-də 40. 33-ü 1-ə vurub üstünə 7 gəlib sürətdə yazdım. Bunu da 3-ə ixtisar eləsəm 30 budur. 8 də budur da. Bir-birinə hasilini istəyir. Vuraq da 33-də 40-a vururuq. Kəsilərin hasilini tapın. Aha. Biraz da ixtisar eləsək bunu 2-yə ixtisar eləsəm 15, 2-yə ixtisar eləsəm 4, 15 ilə də 40-ı ixtisar eləsəm 5-ə, 3 burada qalır, 8 burada. Başqa ixtisar yoxdur. Məxrəcləri bir-birinə vururam 99, sürətləri də bir-birinə vururam. 4-ü 8-ə vuranda 32. Deməli, cavab olur 99-da 32. Baxaq 79-a. 18-ə böldükdə natamam qismətdə 15, qalıqda 3 alınan A ədədindən natural bölənlərin sayını tapın. 18-ə böldükdə, söhbət A ədədindən gedir. 18-ə böldükdə natamam qismətdə 15, qalıqda 3 alınan A ədədi. Gəlin görək A ədədi hansıdır? 15-i, yəni qisməti bölənə vurub üstünə qalığı gəlirəm. A-nı tapmaq üçün. 15-i 18-ə vuranda 12, 5, 1, 0, 7, 2, 270. Üstünə də 3 gəlsə 273. Deməli, A ədədi 273-dür. Natural bölünlərin sayını tapmaq üçün bunu vuruqlara ayırmalıyam. 91, 7 dəfə 13, 13, 1. Deməli, 273-ün vuruqları 3 vur, 7 vur, 13-dür. Natural bölənlərin sayını tap deyirsə, bunların qüvvətlərin üstünə 1 gəlib hasilini tapıram. 1 üstə gəl 1, 1 üstə gəl 1, 1 üstə gəl 1. Hamısının üstünə 1 gəldim. Hamısının qüvvəti 1-də axı. Hasilini tapıram. 2 vur, 2 vur, 2. Cavab elədi 8. Deməli, 8 dənə natural böləni var. Baxaq 80-cı suala. 3n plus 2, 2n plus 7 ifadələrinin qiymətləri ardıcıl natural ədədlər olarsa, n-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. 3n plus 2, 2n plus 2, 2n plus 7 ardıcıl natural ədədlərdir elə. Amma bilmirəm, birinci bu gəlir, yoxsa bu. Bir dəfə belə qəbul edirəm ki, birinci bu gəlir, sonra bu gəlir. Ardıcıl natural ədədlərin fərqi 1-ə bərabər olur da. Onda deməli, 2n plus 7-dən çıxıram 3n plus 2-ni bərabər olmalıdır 1-ə. Hesablayıram. Bu qabaqdakı çıxa görə mötərizəni açanda çıxa çevrildi. Mənfi n plus 5 bərabərdir 1-ə. N mənfi n bərabərdir mənfi 4-ə. N də bərabərdir 4-ə. Deməli, 1 qiyməti n-in 4-dür. İndi deyək ki, birinci bu gəlir, sonra bu gəlir. Onda sonrakindən, yəni 3n plus 2-dən çıxıram bu dəfə 2n plus 7-ni. Bərabər edirəm 1-ə. Deməli, 3n plus 2 çıxılsın. 2n çıx 7 bərabərdir 1-ə. N çıx 5 bərabərdir 1-ə. N də bərabərdir 6-ya. Deməli, n-in bir qiyməti də 6-dır. N ala biləcəyi qiymətlərin cəmini istəyir. 4 üstə gəl 6 cavab eləyəcək 10. Belə. Sonra baxaq növbəti suala. Növbəti sualımız 81-ci. 96 elementli A çoxluğunun elementlərinin 0,375 hissəsi B çoxluğuna daxildir. 96 elementli A çoxluğunun elementlərinin 0,375 hissəsi B çoxluğuna daxildir. İndi gəl görək B çoxluğunun neçə elementi var? 96-nın 0,375 hissəsini tapmalıyam. Bunu tapırıq. 96 vururuq 0,375-ə. Eləyir deməli cavab 36. Deməli B-nin 36 dənə elementi var. Və sonra deyir, B çoxluğunun elementlərinin 3də 2 hissəsi A çoxluğuna daxil deyil. B çoxluğunun elementlərinin 3də 2 hissəsinə. Yəni B-nin A-dan fərqli elementlərinin sayı 36-nın 3də 2 hissəsidir. Tapıram 12, 24. Deməli 24 dənə B-nin elementi A-ya daxil deyil. Bu iki çoxluqda yalnız bir çoxluğa daxil olan elementlərin ümumi sayını tapın. Yalnız bir çoxluğa daxil olan elementlərin. Deməli onda belə deyək də, bu A çoxluğudur, bu B çoxluğudur.
B-nin 24 dənə elementi A çoxluğuna daxil deyil. Bax, burada yalnız buradadır. Onda 36-dan 24 çıxıram. 36-dan B-nin cəmi 36 dənə elementi var idi axı və tapıram ki, 12 dənə elementi eləcə də A çoxluğuna daxildir. A-nın da 96 dənə elementi var idi axı. 96-dan da 12-ni çıxıram və tapıram ki, deməli, A-nın da B-dən fərqli 84 dənə elementi var. Bizə deyir, bu iki çoxluqda yalnız bir çoxluğa daxil olan elementlərin ümumi sayı. Yalnız bir çoxluğa daxil olan 84 dənə burada element var ki, ancaq A-ya daxildir. 24 dənə də burada element var ki, ancaq B-yə daxildir. Deməli, cəmi 108 dənə element yalnız bir çoxluğa daxildir. Belə, bugünkü güvən sınağında düşən 9-cu siniflər üçün olan riyaziyyat suallarının izahlarını paylaşdım. Bu videomuzda bu qədər. Sağ olun.